Herkese salam dostlar. Necəsiniz? Mən Leyla, kanalıma xoş gəlmisiniz. Buraxılış imtahanlarını yaxşı pis geridə qoyduq və növbə blok imtahanlarındadır. Və təbii olaraq sizin blok imtahanına olan motivasiyanız buraxılış imtahanının nəticələrindən asılı olaraq dəyişib. Əgər buraxılışdan yaxşı nəticə yığmısınızsa, blok imtahanına da bir qədər həvəslə hazırlaşacaqsınız. Əgər buraxılışdan nisbətən zəif nəticə göstərmisinizsə, yəqin ki, hal-hazırda blok imtahanına da həvəsiniz qalmayıb. Və düşünürsünüz ki, mənim buraxılışım zəif olandan sonra blokdan daha çox yığmalıyam və bu da sizin üstünüzdə bir stres yaradır və blokdan həm necə daha yaxşı yığaramın dərdini çəkirsiniz, həm də ki, artıq əvvəlki həvəsim qalmayıb, əvvəlki enerjim qalmayıb deyirsiniz və giləylənirsiniz. Buraxılışdan sonraki 3 ay boyunca, yəni artıq buraxılış fənlərini bitirib yalnız blok fənlərinə kökləndiyimiz o müddət ərzində biz həm fiziki, həm də mənəvi cəhətdən çox yoruluruq. İstər blok imtahanının çətinliyi olsun, blok fənlərində hiss etdiyimiz zəifliklər olsun, eyni zamanda buraxılış imtahanındakı nəticəmiz olsun, bizi stres altında saxlayır. Və bizim üçün həlledici olan blok imtahanına hazırlaşdığımız bu müddət ərzində biz çox vaxt özümüzə sual veririk ki, yəni mənim üsulum düzgündürmü, mən düzgünmü eləyirəm, digər abituriyentlər də mənim kimi çalışır, yoxsa məndən daha çox mu çalışır, mən geridəyəm kimi sualları özümüzə çox veririk. Ona görə də eyni şeyləri yaşamış köhnə 4-cü qrup abituriyenti olaraq, əslində sizə tanış olan, amma yenidən eşitməyə və xatırlamağa ehtiyacınız olan bu tövsiyələr vermək istəyərdim və ümidvaram ki, bu tövsiyələrim sizə xeyir verəcək. Elə isə başlayaq. Blok imtahanlarına hazırlaşmaq üçün ilk öncə önəmli olan şey motivasiyanızı geri qazanmaqdır. Çünki əgər buraxılışınızı zəif vermisinizsə, yəqin ki, siz motivasiyadan düşmüsünüz və artıq blok imtahanına hazırlaşmaq istəmirsiniz. Üzərinizdə bir yorğunluq var, buraxılış imtahanını zəif yazmağın stresi üstünüzü bürüyüb və siz artıq bitsin, nə olur olsun, hansı bal toplayım, bitsin ab-havasındasınız. Birinci, bu ab-havadan çıxmaq çox önəmlidir. Çünki əgər motivasiyanız yoxdursa, müəyyən bir balı qarşınıza hədəf qoymursunuzsa, nə yığaram deyirsinizsə, bu zaman sizin disiplininiz də olmayacaq və disiplin olmayan vaxtda əlbəttə ki, tənbəllik başlayacaq. Ona görə də ilk öncə bu motivasiyanı geri qazanmaq çox önəmlidir. Buraxılış imtahanından aşağı bal yığmısınız. Məsələn, sizin arzuladığınız baldan 30-40 bal, 50 bal və yaxud 100 bal aşağı gəlib, siz buna görə motivasiyadan düşməməlisiniz. Çünki siz o itirdiyiniz 30-40 balı, 50 balı və yaxud 100 balı blokdan bərpa edə bilərsiniz. Əlbəttə ki, çox çalışmaq sayəsində. Yəni, buraxılış imtahanından az yığmağınız sizin motivasiyanızı öldürməməlidir. Tam tərsinə, daha çox çalışmağınız üçün sizə motivasiya olmalıdır. İndi bilirəm, bunu demək asandır, eləmək çətindir. Həmin ki, o psixologiya özü başlı-başına bir çətin vəziyyətdir. Amma bunu eləmək məcburiyyətindəsiniz. Əgər xəyalınızda olan fakültənin balına nə qədər blokdan yaxşı yığım, yenə də çata bilməyəcəm deyirsinizsə, bunu bilmək olmaz. Çünki dəqiq ballar avqustun sonu müəyyənləşir təxminən, yəni o abituriyent jurnalı əlinizə gələnə qədər siz təxminən balları hesablaya bilmərsiniz. Bəlkə elə olacaq ki, siz istədiyiniz fakültəyə qəbul ola biləcəkdiniz, amma siz hal-hazırda motivasiyadan düşmüsünüz deyənə, bloku boşlamısınız deyənə, axırda gedib blokdan da zəif yazacaqsınız və nəticə etibarilə ortada bir şey olmayacaq. Amma siz əgər buraxılış balını bir kənara qoyub, yenidən daha çox motivasiya ilə, bəlkə bəli stres altında, amma daha çox motivasiya ilə bloka hazırlaşsanız və blok imtahanınızın balı yaxşı gəlsə, bəlkə də həmin fakültənin balı düşəcək və siz istədiyiniz yerə qəbul olacaqsınız. Ki, bu dediyim nümunədə uşaqlar görmüşəm mən, həqiqətən. Bəziləri artıq buraxılışdan sonra motivasiyasını itirir, bloka ümumiyyətcə laqeyd yanaşır və axırda istədiyi fakültəni ümumiyyətcə əldən vermiş olur. Amma bəzi uşaqlar buraxılış imtahanının nəticəsi zəif olsa belə onu qırağa qoyur və blok imtahanına daha çox hazırlaşır və nəticədə gedir həmin il onun şansına öz istədiyi fakültənin balı düşür və istədiyi fakültəyə qəbul ola bilir. Ona görə də ən önəmli hissə budur həqiqətən ki, motivasiyadan düşməməlisiniz, öz motivasiyanızı saxlamağı bacarmalısınız. Deyin ki, müvəqqəti çətinlikdir. Bilirəm, bu sözü çox eşitmisiniz. Müvəqqəti çətinlikdir və artıq bir müddət sonra bu sözə inam da qalmır. Amma həqiqətən abituriyentlik illərinizin son 2-3 ayıdır yəni. Bu son 2-3 ayda bütün gücünüzü verib hazırlaşsanız, blok imtahanından yüksək yığsanız və nəticədə ümumi balınızı qaldırsanız, o ən sonunda fakültəyə girdiyinizi öyrəndiyiniz anki sevincdə hamısını unudacaqsınız. Yəni bunu sizə əmin edirəm, özüm yaşamış bir insan olaraq deyirəm. Önəmli olan çətin anlarınızda, o motivasiyadan düşdüyünüz anlarda həmin anı xəyal edin və həmin ana tutunub dərs oxuyun. Adətən buraxılış fənlərini verib bitirəndən sonra ağlımızda olan əsas sual biz neçə saat yatmalıyıq olur.
Çünki buraxılış fənlərinin aradan çıxması ilə əlaqədar bizim sistemimiz tamamilə dəyişir və biz bu sistemi yenidən qurmağa ehtiyac duyuruq. Neçə saat yatmalı idim sualına gəlsək, mənim fikrimcə blok imtahanına hazırlaşdığımız həmin 3 ay müddətində ortalama 5-6 saat yuxu kifayətdir. Daha çox yatmaq istəməyimiz normaldır. Çünki mən şəxsən öz adıma danışsam, heç vaxt o yataqdan gülə oynaya durmamışam. Həmişə bir deyinmə olub içimdə, yəni gözümdən yuxu axır, amma mən durmalıyam, dərs oxumalıyam deyirdim. Amma bunun da bir müvəqqəti olduğunu da dərk edin. Yəni hər yataqdan qalxıb gedib o fənnin başına oturmalı, o kitabların başına oturmalı olduğunuzda sizin içinizdəki bir səs sizə deyəcək ki, biraz da yat. 1 saatdan bir şey olmaz, yarım saatdan bir şey olmaz və sonra görəcəksiniz ki, siz yatıb qalmısınız, heç bir dərsi də çatdıra bilməmisiniz. Ona görə də bu dünyayı bir dəfə qoyun, yəni ən azından bir dəfə də oyana bilirsinizsə, bir dəfə qoyun ya da eyni saata dəqiqə-dəqiqə, yəni çoxlu-çoxlu qoyun və həmin saatda oyanın. Və həmin saatda oyananda da motivasiyanız o olsun ki, 3 ay qalıb, 2 ay qalıb, 1 ay qalıb, qutaracaq bu. Yəni mən bu imtahanı verim və bütün yay boyu yatacam deyin. Öz-özünüzə deyinə-deyinə də olsa o yataqdan qalxmağa çalışın. Yəni deməyim odur ki, nə qədər çətin olsa belə gün ərzində 5-6 saat yatmağa çalışın. Əgər görsəniz ki, məsələn, artıq axşamdır, saat 5-dir, sizin oxunacaq çox dərsiniz var, amma sizin yuxunuz tökülür gözünüzdən, onda 1 saatlıq, yarım saatlıq qısa mürgüləyə bilərsiniz, amma daha sonra yenə durub dərslərinizi oxumalısınız. Önəmli olan məsuliyyətdir. Yəni məsuliyyətli olsanız, tənbəllik eləməsəniz, qarşınıza bir plan qoysanız ki, mən bu gün bu dərsləri çatdırmalıyam, sabaha verilən bu tapşırıqları çatdırmalıyam, onda istər-istəməz deyinə-deyinə də olsa o zəngli saatin səsinə oyanacaqsınız. Həmin aylarda mənim özümün də çox yaşadığı bir dilemma var idi. Mən qaydalara mı üstünlük verməliyəm, yoxsa test mi işləməliyəm? Yenə çox klassik cavab olacaq, amma ikisini birdən eləməlisiniz. Amma necə eləməlisiniz? Məsələn, bir fən götürək, olsun kimya. Kimyadan atıram halogenlərdə zəifliyiniz var. Zəifliyiniz olmasa da olar. Sadəcə olaraq yenidən işləmək, gücləndirmək istəyirsiniz. Onda nə edirsiniz? Birinci qoyursunuz konspekti qabağınıza, bütün halogenlərin qaydasını təkrar-təkrar oxuyursunuz. Nə vaxta qədər ki, o halogenləri yaxşı bilirsiniz, qaydanı bildiyinizə əmin olursunuz. Qaydanı bildiyinizdən sonra konspekti qoyursunuz qırağa və başlayırsınız test toplusundakı halogen bölməsindəki testləri işləməyə. Bu sayədə siz həm halogen bölməsindəki biliklərinizi gücləndirmiş olursunuz, həm də ki, orada işləyə bilmədiyiniz tapşırıqlardakı nəzəriyyə boşluqlarını tapmış olursunuz və həmin nəzəriyyə boşluqlarını da möhkəmləndirirsiniz. Bu dediyimi hər fəndən eləməlisiniz və mütəmadi olaraq eləməlisiniz. Yəni mütəmadi olaraq bütün nə qədər gününüz qalıbsa bloka, həmin günləri bölməlisiniz və başlamalısınız hər günə uyğun həmin o təkrarları eləməyə və bacardığınız qədər testlərini də işləməyə. Bəzən ola bilər ki, sizin o qədər vaxtınız olmasın gün ərzində ki, siz həm nəzəriyyəni oxuyasınız, həm də bütün testləri işləyəsiniz. Onda məsələn nəzəriyyəni oxuyun. Nəzəriyyə çünki həqiqətən çox önəmlidir. Nəzəriyyəni bilmədən testə girmək ümumiyyətcə dünyanın ən mənasız işidir. Nəzəriyyəni yaxşı oxuyun, daha sonra məsələn test toplusunu açın, əvvəllər işarələdiyiniz çətin suallar işləyin və yaxud bütün testlərin təklərini və yaxud cütlərini işləyin. Bu sayədə dediyim kimi həm mütəmadi təkrar eləmiş olacaqsınız, həm də ki bildiklərinizi möhkəmləndirəcəksiniz. Gəldik ümumi testlərə. Hansı ki, abituriyentlik dövründə mənim də işləməkdən ən çox çəkindiyim testlər məhz ümumi testlər idi. Çünki mövzu testlərini işləyəndə ən azından həmin mövzunu əvvəldən təkrarlayıb daha sonra işlədiyin üçün qorxun olmur, çünki bildiyin mövzu olur. Amma ümumi testlər işləməyə gələndə hər mövzudan var. Demək olar ki, həqiqətən bütün qaydalardan var və sən qalırsan çaşbaş ki, mən hansı qaydaya baxım, hansı testi işləyim. Bir testi işləmək üçün gərək gedəsən, bütün konspekti açasan, təzədən başlayasan, həmin testdəki hansı nəzəriyyə idi, hansı formula idi, onu tapasan, sonra qoyasan, yerinə işləyəsən. Həm inanılmaz vaxt alırdı, həm də ki, testi yoxlayanda axırda görürdün ki, məsələn, 30 sualdan cəmi 5-6 dənə düzün var, qalan hamısı səhvdir. Və bu istər-istəməz adam motivasiyadan da salırdı ki, yəni mən heç nə bilmirəm, mən yaza bilməyəcəm kimi psixologiyada olurdu. Ümumi testlər mənim üçün də həmişə göz qorxudan olub, amma müəllimlərin həmişə işlətdiyi bir söz var idi, ən azından mənim müəllimlərimin. Deyirdilər ki, siz bu ümumi testləri işləyə-işləyə öyrənəcəksiniz, nə öyrənəcəksinizsə, yəni qayda təkrarlamaq bir yana, bu ümumi testlərin sizə çox faydası olacaq. Və bu həqiqətən düzdür. Niyə? Testi elə-belə işləməkdən getmir söhbət. Siz hər suala bir-bir baxmalısınız. Çox vaxt aparan bir şeydir, bunu mən də bilirəm, çünki hər suala görə təzədən qayıdırsan testdən. Bəzən o qədər vaxtın da olmur, o test qalır orada, sən adamı stres bürüyür, amma
eyni zamanda çox da xeyri olan bir şeydir. Çünki siz ümumi testlər işləyəndə o ümumi testlərdəki test formaları çox tez-tez təkrarlanan testlər olur adətən və sizin o sualı blokda görmə ehtimalınız da daha çox olur. Ona görə də həmişə hiss edəcəksiniz onsuz da ümumi testlərdə zəif olduğunuzu, çox vaxtda işləyə bilməyəcəksiniz və yaxud səhviniz çox çıxacaq, amma dürüst bir şəkildə həmin testləri işləmək həqiqətən çox vacibdir. Yəni demək istədiyim, ümumi testləri işləmək üçün mükəmməl olmağa gərək yoxdur, amma mükəmməl olmaq üçün ümumi testləri işləməyə gərək var. Həm də bir müddət sonra ümumi testlər də bir-birini təkrarlamağa başlayır. Əslində təkrarlamır, yəni məşhur sual tiplərini görürsünüz və həmin sual tipini öyrənəndən sonra, yolunu öyrənəndən sonra blok imtahanında onu görəndə onu yazmaq sizin üçün daha asan olur. Müəllimlərə qulaq asmaq, onların tutduğu iradlara diqqət yetirmək. Müəllimlər bəzən bizim eşitmək istəmədiyimiz iradlar tuta bilər bizə. Məsələn, deyə bilər ki, bu bölmədə sənin zəifliyin var. Məsələn, bu mövzunu yaxşı bilmirsən, çox diqqətsizsən və bu tənqidləri bəzən biz qəbul eləməyə bilərik. Bəzən deyirik ki, müəllim çox böyükdür, mən o mövzunu bəli biraz yaxşı bilmirəm, amma mən testdə görəndə yaza biləcəm və yaxud hə, mən diqqətsizəm, amma imtahanda daha diqqətli olacam və bu şəkildə müəllimin iradlarına qulaq asmaya bilərik. Amma bunu unutmayın ki, həqiqətən də müəllimlər ən yaxşısını bilir, çünki onların təcrübəsi bizdən həqiqətən də çoxdur. Biz 2-3 il abituriyentliksə, o müəllim 10-15 ilin müəllimidir və o bizim kimləri çox görüb. Bunlar bütün müəllimlərin sözləridir və adama artıq bir şablon kimi gəlir, amma həqiqətən də haqlılıq payı olan sözlərdir. Ona görə də müəllimin iradlarına laqeyd yanaşmaq əvəzinə həmin iradları diqqətə alın və müəllim sizə deyirsə ki, bu mövzuda zəifsən, gedin o mövzunu təkrarlayın. Və yaxud müəllim sizə deyirsə ki, diqqətsizsən, imtahanda yox, artıq indidən diqqətli olmağa, hesablamalarda daha diqqətli davranmağa çalışın. Və önəmli olan digər bir şey, hər nə qədər bezmiş olsanız da əlavələrə getmək, əlavələrdə iştirak etmək. Əlavələr həmin dövrlərdə adamı çox yorur, çünki həddindən artıq çox əlavələr olur. Məsələn, mən özüm kimya-biologiya liseyinin məzunuyam və kimya müəllimim oradakı Lamiyə müəllim olub. Və müəllimimiz bizi çoxlu əlavələrə çağırırdı və adətən uşaqlar da deyirdi ki, bu qədər əlavənin nə mənası var? Yəni, müəllim nəzəriyyə təkrarladırdı əlavələrdə və testlər işlədirdi və çoxsu deyirdi ki, bu qədər əlavənin, bu qədər nəzəriyyə və təkrar işləməyin nə mənası var da, bir dəfə oxuduq, bildik deyirdilər. Amma mən buraxılış imtahanını verəndən sonra kimyamın çox zəif olduğunu hiss edirdim. Düzdür, ümumilikdə zəif olduğumu hiss edirdim, amma kimyamın xüsusilə zəif olduğunu hiss edirdim və bu məni çox narahat edirdi. Mən bu əlavələrə getməklə, müəllimin bizdən götürdüyü təhvillərlə, işlətdiyi testlərlə yazdım kimyadan nə yazdımsa. Yəni o əlavələrin kimyadan zəif olan mənə o qədər xeyri oldu ki, və əminəm ki, hiss eləməsəniz də sizə də çox xeyri olur. Lap güclü şagird olsanız belə əlavələrə gedəndə təkrar biliyin anasıdır, yəni təkrar eyni mövzuları işləyərək daha yaxşı yadınızda qalır və sizə də xeyri olur. Ona görə də deyinmədən və ya deyinə də olsa əlavələrə gedin, əlavələrdə iştirak edin və müəllimlərin tənqid və iradlarını qəbul edin, onlara laqeydcə yanaşmayın. Mütəmadi olaraq OTK və güvən imtahanlarında iştirak etmək. İndi deyə bilərsiniz ki, mən onsuz da həmin testləri işləyirəm evdə, yəni mənim imtahana getməyə ehtiyacım yoxdur. Əlbəttə ki, məsələn, bunun qədər bəsit nə var ki, yəni bir dostun gedər, ondan alarsan testi işləyərsən və yaxud 2-3 günə onsuz PDF halında internetdə dolu olur. Götürərsən PDF halında və yaxud çıxartdırarsan, işləyərsən. Lakin sınaq imtahanlarına getmək sizin yalnız həmin o testlərdəki bilik səviyyənizi ölçmür. Siz evdə yaylana, bir tərəfinizdə çay, bir tərəfinizdə mürəbbə o testi işləməyinizlə, həmin o imtahan mühitində, yəni tam gərginliklə, həyəcanla işləməyiniz tamamilə ayrı-ayrı şeylərdir. Yəni siz imtahanlara girəndə, OTK-nın imtahanına və yaxud güvənin sınaq imtahanına girəndə siz orada yalnız biliyinizi yoxlamırsınız. İmtahandakı həyəcan dərəcənizi yoxlayırsınız. Həmin həyəcanınızı idarə etməyi öyrənirsiniz. Zaman qoyub işləməyi öyrənirsiniz. Zamanınızı bölməyi öyrənirsiniz. Bilmədiyiniz suallara nə qədər vaxt ayırmayacağınızı öyrənirsiniz. Eyni zamanda kodlaşdırmağa nə qədər vaxt ayırmalı olduğunuzu öyrənirsiniz. Kodlaşdırmada səhv eləməyinizi praktik eləməklə, həmin kağızda praktik eləməklə səhv eləmə ehtimalınızı azaldırsınız. Ona görə də sınaq imtahanlarında iştirak etmək sizin yalnız bilik səviyyənizi ölçmür, eyni zamanda sınaq imtahanı şəraitini təcrübə eləməyinizə səbəb olur və imtahanda sizin vəziyyətə daha rahat adaptasiya olmağınıza və vaxtınızı necə bölməyinizi və yaxud kodlaşdırmağa nə qədər vaxt ayıracağınızı bilməyinizə səbəb olur.
İmtahan da sizin üçün növbəti bir OTK sınağı kimi rahat keçir. Amma siz əgər heç bir sınağı getməsəniz, imtahanda sizin üçün vaxtı bölmək, kodlaşdırmaq və digər məsələlər çox çətinlik törədəcək. Bundan əlavə OTK və güvənin sınaq imtahanlarına, blok imtahanlarına getmək istəməməyimizin ən böyük səbəblərindən biri də ballarımızın aşağı gəlməsidir. Balımız aşağı gələndə motivasiyadan düşürük və qanımız qaralır deyənə adətən imtahanlardan yayınırıq. Lakin hər nə qədər gerçəklər acı olsa da, yəni nəticələr hər nə qədər canımızı sıxsa da, biz imtahanlarda iştirak etməliyik. Çünki real vəziyyətimizi görməliyik. Həmin imtahandakı o balı görmək sizin nə qədər bilik səviyyənizin olduğunu, bu dəqiqə imtahana girsəniz nə qədər bal toplayacağınızı sizə demiş olur. Və siz öz bilik səviyyənizi bildikdə, öz zəifliklərinizi bildikdə, boşluqlarınızı bildikdə həmin boşluqları doldurmağa can atırsınız və həmin boşluqlarınız üzərində işləmə fürsəti tapırsınız. Ona görə də nəticəniz hər nə qədər canınızı sıxsa da, OTK və güvən imtahanlarının heç birini qaçırmamağınızı tövsiyə edirəm. Yəni gedin, alın, həmin imtahanlarda iştirak edin və həm öz vəziyyətinizi bilmiş olun, həm də ki imtahan şəraitini praktikadan keçirmiş olun. Test toplusundakı hər hansı bir mövzunu işləyəndən sonra, mövzunun sonunda, bölmənin sonunda ətraflı test sualları olur. Bu ətraflı test suallarına xüsusilə diqqət yetirməyinizi ona görə tövsiyə edirəm, ona görə vurğulayıram ki, bu ətraflı suallardan sizin situasiyanız və yaxud ətraflı yazı tələb olunan tapşırıqlarınız düşə bilər. Həmin suallardan seçmə ehtimalları adətən daha çox olur. Məsələn, mütləq həmin sualı götürüb sizə verəcəklər demirəm, amma həmin sualın oxşarını verəcəklər. Həmin sualın həll yolu tiplisini verəcəklər və yaxud həmin sualdakı nəzəriyyə tipli bir nəzəriyyə verəcəklər. Ona görə də həmin sualları xüsusilə dəfələrlə işləməyinizi və onlara xüsusi vaxt ayırmağınızı tövsiyə edirəm. Son bir ay qalmış artıq müəllimlər də hazırlıqda sizə ötən illərin blok imtahanlarını, eyni zamanda model testləri də işlətməyə başlayacaqlar. Bu blok imtahanlarına və model testlərə xüsusi diqqət yetirməyinizi tövsiyə etmək istəyirdim. Adətən blok imtahanları bir-birlərini təkrarlayır. Yəni siz ötən illərin blok imtahanlarının birində gördüyünüz sualı bu il yenidən görə bilərsiniz. Ona görə də blok imtahanlarındakı suallara xüsusilə diqqət yetirin. Bilmədiyiniz sual varsa onu işarələyin və bir müddət keçəndən sonra yenidən açın həmin sualı işləyin. Və gəldik son həftəyə. Son həftədir düşünün ki, gələn həftə bazar günü artıq imtahanınızdır və siz bu son həftə necə hazırlaşmalısınız, nə etsəniz daha yaxşı olar? Son gün hazırlaşmalısınızmı, oxumalısınızmı, oxumamalısınızmı? Bu haqqda danışmaq da istəyirəm qısaca. Son gün oxumaq haqqında adətən deyirlər ki, son gün oxumayın. Bunu niyə deyirlər? Çünki son gün siz o kitabı açıb qarşınıza qoyduqda və vərəqləyəndə onsuz da son gün maksimum nə qədər oxuya bilərsiniz ki? Amma həmin kitabı başlayıb vərəqləyəndə nə qədər çox şey bilmədiyinizin fərqinə vara bilərsiniz və bilmədiyiniz şeyləri gördükcə sizdə panika, təlaş yarana bilər. Və bu təlaşla imtahanda zəif yazacağınızı düşünərsiniz və imtahana girəndə xüsusi bir stres keçirdərsiniz. Streslə, həyəcanla imtahana başlayarsınız və bildiklərinizi yazmaya bilərsiniz. Ona görə adətən deyirlər ki, son gün buraxın, özünüzə istirahət verin, həm biraz da beyniniz dincəlsin. Mənə gəldikdə isə məncə son gün ən azından günorta saat 1-ə qədər, 2-yə qədər oxumaq olar. Lakin ondan sonra yenə dediyim kimi, mən də digərlərinə qatılıram ki, oxumamaqda fayda var, həm həyəcanlanmamaq üçün, həm də beyninizin dincəlməsi üçün. Həmin vaxtı gedin, sevdiyiniz bir işlə məşğul olun. Məsələn, bədii kitab oxuyun və yaxud da oyun oynayın, təmiz hava alın, gecə yürüyüşünə çıxın, amma dərs oxumayın. Son həftə isə yenidən nəzəriyyələrə göz gəzdirin. Eyni zamanda dediyim kimi bu blok və model testlər ən azından ötən illərin, yəni 2019-dan bu yana olan testlərdə blok imtahanlarının testinə və model testlərdəki səhvlərinizə bir də diqqət yetirin. Həmin səhvləri eləməməyə mütləq əmin olun. Bəli dostlar, mənim demək istədiklərim bu qədər idi. Düşünmürəm ki, bu videoda mən sizin eşitmədiyiniz, indiyə qədər heç bilmədiyiniz bir tövsiyə verdim. Bu dediklərimin hamısını istər valideynlərinizdən olsun, istər müəllimlərinizdən olsun, istər başqa məzunlar və ya yoldaşlarınızdan olsun, mütləq eşitmisiniz. Sadəcə olaraq bu vəziyyət elədir ki, bir müəllim dedikdə və yaxud bir valideyn dedikdə onun sizin yaşadıqlarınızı yaşamadığını düşünürsünüz və ona görə də dediklərinə laqeyd yanaşa bilirsiniz.
Amma mən özüm də hələ o qədər uzaq olmayan bir keçmişdə abituriyent idim və sizin yaşadığınız bütün hisslərin hamısını mən də yaşamışam. Mən də özümü elə hiss eləmişəm ki, heç nə bilmirəm. Mən də çox vaxt ümidsizliyə düçar olmuşam. Mən də panika yaşamışam. Heç nə bilmədiyimi hiss eləmişəm. Bəlkə də ağlamışam. Mən də gecə saat 3-də yuxudan duranda giyeylənmişəm, bəzən durmaq istəməmişəm. Sadəcə bilin ki, bu yaşadıklarınızda tək deyilsiniz. Sadəcə belə hiss edən siz deyilsiniz. Yəni bütün rəqiblərim, bütün dostlarım, hazırlıq yoldaşlarım hər şeyi bilir. Bir dənə mən heç nə bilmirəm demək özünüzə haqsızlıq olar. Əlbəttə ki, rəqabətə girin. Məncə rəqabət ən gözəl dərs oxuma formasıdır. Məsələn, bir dostunuzun sizdən güclü olduğunu hiss edirsinizsə, əlbəttə ki, onunla rəqabət aparın. Mən onu keçəcəm deyin. Amma özünüzü haqsızlıq eləyib mən heç nə bilmirəm və imtahandan kəsiləcəm deyib özünüzü ümidsizliyə düçar eləməyin. Onun əvəzinə özünüzə motivasiya verin. Mən yaza biləcəm, yaxşı olacaq, mən oxuyuram, əziyyətimin bəhrəsini görəcəm deyin. Çünki həyatın bəlkə də bir çox yerində ədalətsizliklər olsa da, məncə din imtahanında ədalətsizlik olmur. Oxuduğunuzun bəhrəsini görürsünüz həqiqətən. Şəxsən mən öz adıma danışsam, mən blok imtahanına girəndə belə hər şeyi bildiyimi düşünmürdüm. Bir çox yerdə boşluğumun olduğunu düşünürdüm. Bilmədiyim yerdən sual gəlsə deyə bir narahatlıq var idi içimdə. Əgər yaza bilməsəm, mən məzuna mı qalmalı olacağam, ikinci imtahana mı hazırlaşacağam deyə narahatlıqlarla dolu idi içim. Yəni bunu yaşayan yalnız siz deyilsiniz. Son günə qədər heç nə bilmədiyinizi hiss eləməyiniz normaldır. Lakin heç nə bilmədiyinizi hiss elədiyiniz anda kitabı kənara fırladıb onsuz da heç nə bilmirəm demək yerinə o konspektləri, o kitabları qarşınıza qoyun və bilənə qədər oxuyun. Bir dəfə oxuyacaqsınız, sizə çətin gələcək, ikinci dəfə çətin gələcək, üçüncü dəfə artıq sizə oxuduqlarınız tanış gələcək, dördüncü dəfə də artıq görəcəksiniz ki, çox şey bilirsiniz, yalnız bir-iki hissədə çətinlikləriniz var. Artıq 5-ci, 6-cı dəfədə 90-95% hər şeyi mənimsədiyinizi görəcəksiniz. Önəmli olan, bunu videolarımda çox deyirəm, amma həqiqətən də önəmli olan motivasiyadan düşməməkdir. Əgər motivasiyanı itirməsəniz, planlı şəkildə özünüzə inanaraq işləsəniz, ən azından içinizdə olan həmin stresslə mübarizə aparmağı, onu dəf eləməyi bacarsanız, nəticəniz çox yaxşı olacaq və əziyyətinizin bəhrəsini mütləq ki görəcəksiniz. Demək istədiklərim bu qədər. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi, daha çox qarşınıza çıxmağımı istəyirsinizsə, səhifəni izləməyi unutmayın. Ən önəmlisi özünüzə inanın, əziyyətinizin bəhrəsini görəcəyinizə əmin olun. Həmin o nəticələrin çıxdığı anı xəyal eləyin. Nəticələr çıxacaq, siz istədiyiniz fakültəyə qəbul olmusunuz. Həmin o andakı sevinc hər şeyə dəyər. Həmin o sevinc anında siz çəkdiyiniz bütün əziyyətləri unudacaqsınız. Eyni şeyləri yaşamış bir tələbə olaraq deyirəm bunları sizə. Özünüzə inanın, ruhdan düşməyin və salamat qalın.